Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, vurğuladığınız kimi Azərbaycanda avtomobil nömrələrində mühüm dəyişiklik edilib və bu dəyişikliyə əsasən avtomobil nömrələrinin dövlət qeydiyyat nişanlarının üzərində olan DEFS işarəsi artıq ləğv edilir və təbii ki, bundan bir müddət öncə də həmin nömrələrin üzərində olan, arxasında yerləşdirilən çip də ləğv edilmişdi və indiki məqamda bir xüsusi nüansı da xüsusilə vurğulamaq yerinə düşər ki, bəzi işbazlar bəzi avtomobil nömrələrini daha baha qiymətə satır və digər qeyri-adi yollardan istifadə edirlər burada, yəni qeyri-qanuni yollardan istifadə edirlər həmin nömrələrin satışı zamanı və təbii ki, indi bu məqamda bu yol verilməzdir və indi daha təfərrüatlı informasiyalara, məhz dəyişikliklə bağlı daha təfərrüatlı informasiyalara, eyni zamanda məhz bu qeyri-kurslar üsulla, yəni nömrələrin satılması ilə bağlı təfərrüatları qonağımızdan alacağıq. Xoş gördük Elmətli bəy, nəqliyyat eksperti Elmətli Muradlı suallarımıza cavab verəcək. Buyurun, təfərrüatları sizdən işləyək. Deməli, dövlət qeydiyyat nişanlarında yeniliklər bundan sonra veriləcək nömrələrə aiddir. Yəni, bunu ən sadə dildə desək, indiyə qədər kimin maşınında nə cür nömrə varsa, onu istifadə edə bilər. Bir şərtlə ki, standartı pozmasın. Yəni, dalğavari bayraqdırsa, görünən vəziyyətdə olmalıdır. Düzünə bayraqdır, görünən vəziyyətdə olmalıdır. DEFS mütləq yerində olmalıdır. Yəni, bu qaydalar pozulmayıbsa, nömrələr aydın şəkildə görünürsə, əzik deyilsə, həmin sürücü həmin nömrədən rahat şəkildə istifadə edə bilər. O defisiz və çipsiz nömrələrin verilməsi isə bundan sonra alınacaq nömrələrlə bağlıdır. Yəni, bugündən kimsə nömrəni açıb qoltuğuna vurub gedib Dövlət Yol Polisinin qeydiyyat imtahan şöbələrində növbəyə durmasın ki, ay mən gəlmişəm nömrəni dəyişməyə, dedilər dəyişməsək cərimə olunacaq. Onu deyənlər yalan falan insanlardır, məlumatı dəqiq olmayan insanlardır, şayə yaymağı xoşlayan insanlardır, boşboğaz insanlardır. Onlara inanmaq lazım deyil. Nömrələrlə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə defislə bağlı bir ziddiyyətli məsələ çıxıb ortalığa. İndi sürücülərin bəziləri istəyir ki, əvvəlki nömrələrdə defis var, indi artıq defisiz verilir. İndi bəzi sürücülər də bunun həvəskarıdır, bilmirəm nədirsə, hər əlinə bir plamaster alıb ki, bu defisi pozaq, əvvəlki nömrələrdən pozaq. İndi sual çıxır ki, bu pozulsa cərimə düşür, düşmür. Yol polisinin tərəfindən iddialar var ki, cərimələnəcək. Çünki həmin nömrə, həmin standarta uyğun verilib. O defisi pozmaq olmaz. Amma ziddiyyətli məsələ çıxır da, yəni o defisin orada nə əhəmiyyəti var? Yəni xırda bir məsələyə görə yenə problem çıxacaq. Mən belə görürəm ki, yenə sürücü polis münasibətlərdə bir gərginlik yaşanacaq ki, o deyəcək bu defis onsuz da təzə nömrədə yoxdur, köhnədə olmağının nə adı var, mən bunu qaralamışam, ağartmışam, neynəmişəm. Bax, bu cür ziddiyyətli məsələləri kökündən həll etmək üçün belə xırda şeylər üzərində mübarizə aparmaq lazım deyil. Bəzi sürücülər də var, səhər açılandan bilirsiniz nə qədər zəng edirlər ki, defis qalacaq yoxsa silinəcək, defisi neyniyək, nətər eləyək, bilmirəm nə problem yaradır, mən orada bir ciddi problem görmürəm. O ki, qaldı o dövlət qeydiyyat nişanlarının sosial şəbəkələr üzərindən, internet platformalarından satışı, bu tam qanunsuz bir əməldir. Burada dələduzlar geniş meydan soluyur, bunu da deyim. Hətta mən bir neçəsini araşdırmışam. Həmin şəxsi hətta polislə birlikdə axtarıb tapmışıq nömrənin sahibini. Adam yəni and içir ki, mənim xəbərim yoxdur nömrədə. Mənim maşınımın nömrəsini kim satışa qoyub? Yəni adam xəbərsizdir. Başqa bir dələduz həmin nömrəni yazır ki, satışdadır. Kimsə də zəng vuruşu almaq istəyirəm. Hə, karta bir 3-5 manat pul atırsan, yoxa çıxdı o adam. Ümumiyyətlə, dövlət qeydiyyat nişanlarının satılması yalnız Dövlət Yol Polisi İdarəsinin hüququdur və bu proses dövlət rüsumu haqqında qanunla tənzimlənən bir prosesdir. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Elə son günlərdə bununla bağlı məsələ aktualdır. Sürücülər də narahatdır ki, məhz bu məqamdan defis qalacaqmı və yaxud da qalmayacaqmı? Elə ekspertimiz də aydınlıq gətirdi ki, ziddiyyətli bir məqamdır. Təbii ki, bununla paralel olaraq dövlət qeydiyyat nişanlarını daha baha qiymətə satanları da təbii ki, cəza gözləyir və yalnız rəsmi olaraq, rəsmi yolla dövlət yol polisindən almaq mümkündür nömrələri. Çatıra biləcəyimiz informasiyalar bu qədərdə. Əlavə suallarınız varsa, onları da cavablandırmağa hazırıq. Təşəkkürümü bildirirəm Rəqsanə. Kifayət qədər ətraflı məlumat təqdim elədiyinə görə düşünürəm ki, artıq sual üçün bir yer də qalmadı və tamaşaçılara da bütün nüanslar aydın oldu. İndi isə